Nəqliyyat sıxlığının aradan qaldırılması üçün Şamaxı yolundan Xırdalına yeni yolların çəkilməsi nəzərdə tutulur. Hər gün bu yoldan 630 mindən çox sərnişinin paytaxta istiqamətlənməsi müşahidə olunur. Bu da 300 mindən çox maşın deməkdir. Bu da təbii olaraq nəqliyyat sıxlığına səbəb olur. Nəqliyyat sıxlığının aradan qaldırılması üçün ölkə başçısı ilə görüşdə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Anar Rızayev yeni layihə təqdim edir. Xırdalan dairəsindən başlayaraq Tbilisi prospektinə, 20 yanvardan başlayaraq Ziya Bunyadov prospektinə birləşənə qədər təhlil 15 yol kəsməsində çəkilişlərlə dataların götürülməsindən təhlillər aparılmışdır. Nəticədə böyük bir simulyasiya hazırlanmışdır. Bu simulyasiyanın daxilində həm Xırdalan dairəsində təkmilləşmə işlərinin aparılması, yol qoşuqlarının tikilməsi, yol ötücülərinin tikilməsi, Ziya Bunyadov prospektinə istiqamətində yolların genişləndirilməsi, eləcə də Şamaxı yolundan Xırdalan şəhərinə yeni yolların açılaraq oradan daxil olmasına imkanların yaradılması nəzərdə tutulmuşdur. Bakıda tıxacın qarşısının alınması üçün bütün elementlər müzakirə edildi və çıxış yolları artıq tapılıb və bunun icrası baş tutmalıdır. Düzdür, həm böyük vaxt itkisi var, həm böyük maliyyə tələb olunur və cənab prezident də açıq şəkildə bildirdi ki, böyük maliyyə tutumlu olsa da dövlətimiz bu pulu, bu vəsaiti ayıracaq. Əsas hədəf qeyd olundu ki, insanların ictimai nəqliyyata marağını artırmaqdır. Çünki şəxsi avtomobillərlə səyahət ictimai nəqliyyatla edilən səyahətlərdən çoxdur və bunları tənzimləmək lazımdır. Hazırda olduğumuz ərazi layihəyə təqdim olunan körpünün yerləşəcəyi ərazidir. Məqsəd Şamaxı-Xırdalan yolunu birləşdirib şəhərdə olan nəqliyyat sıxlığını aradan qaldırmaqdır. Əgər hazırki layihələr yerinə yetirilərsə, təxminən bu 80% tıxacların həll olunmasına ümumi olaraq günün çaspik vaxtı şəhər ətrafı qəsəbələrin, şəhər ətrafı və şəhər daxilinə giriş-çıxışı bir 80% qabaqlaya biləcək, önləyə biləcək. Allah xeyir eləsin, vallahi gözəl işdir. Yəni profka gələ götürülürsə bizim də canımız tutarır, dincəllik. Yeni layihədən sonra yəqin ki, inşallah yaxşı olar. Bu yeni layihəsi icra olunsa bizə əlbəttə əlverişli olar. Həm psixoloji, həm fiziki olaraq bizə rahatçılıq olur. Əlbəttə çıxaclarda qalır o, Quranımız. O gözəl şey olar. O körpü açılsa, cəmaət üstündə işinə yəni işinə vaxtında gedər, vaxtında çıxar. Yəni 1 saat, 2 saat, elə olur 3 saatlarla profkada qalır. Sağ olsunlar. Əgər genişləndirmə varsa,